Salam uşaqlar, bugünkü dərsimiz həmcins üzvlərdir. Həmcins üzvlər bölməsini keçmişdik, lakin yenidən bir video izahatı göndərmək istədim ki, buraxılışa qədər baxacağımız mövzulardan olsun. Deməli, həmcins üzvlər nədir? Onların xüsusiyyətlərini belə sıralamışam, amma ən vacib həmcins üzvləri tapmaq üçün bizə lazım olan xüsusiyyətlər var ki, onlara xüsusilə burada vurğulayaraq deyəcəm. Deməli, birincisi həmcins üzvlər eyni cümlə üzvünə aid olur. Başda bunu qeyd etmişik. Eyni cümlə üzvünə aid olur və özü də, məsələn tutalım, mübtədanın həmcinslidirsə, həmcins olan bütün o sözlər hamısı mübtəda olacaq və eyni bir cümlə üzvünə aid olacaq. İndi nümunələrlə görəcəksiniz. Həmcins üzvlər əsasən, baxın, hər zaman demirəm, əsasən sadalama intonasiyasından deyilir. Bu da sizin həmcins üzvü tapmağınıza kömək olur. Həmçinin bu birinci sizə kömək olur ki, həmcins üzvləri tapaq. Daha sonra həmcins üzvlər yenə əsasən eyni suala cavab verir. Buradan da biz tapa bilirik. İlk üçünə daha çox diqqət edin. Bu əsasenləri də açıqlayacağam. Daha sonra həmcins üzvlər bərabər hüquqlu olur. Yəni bərabər hüquqlu deməkdir ki, biri digərindən asılı olmur və tərəfləri arasında tabesizlik əlaqəsi olur. Həmcins üzvlər formaca əsasən eyni olur. Yəni nə deməkdir? Bəzi qrammatik şəkilçilər var ki, bilirsiniz də formanı müəyyən edən qrammatik şəkilçilərdir. Bəzi qrammatik şəkilçilər var ki, yəni həmcins üzvlər həmin qrammatik şəkilçiləri qəbul edir. Yəni biri qəbul edirsə, digəri də qəbul edir. Məsələn, hal şəkilçisini qəbul edir, şəxs şəkilçisini qəbul edir. Yəni biri halı qəbul edirsə, digəri də qəbul edir. Biri şəxs şəkilçisini qəbul edirsə, digəri də qəbul edir. Daha sonra feilin forma şəkilçiləri var ki, yəni vacibdir, lazımdır, şərtdir, məsələn bunlarda və yaxud təsriflənməyən formalar. Yəni biri bunu qəbul edirsə, digər həmcinslər də həmin formanı qəbul etməlidir. Burada qeyd etməmişəm. Bura hissəciklər də aiddir. Yəni idi, imiş, isə hissəcikləri. Biri bu hissəcikləri qəbul edirsə, digəri də həmin o hissəciyi qəbul edir. Və sintaktik təhlil zamanı həmcins üzvlərin hər birisini ayrı-ayrı götürürsünüz. Yəni məsələn burada belə bir deyim də, mübtəda həmcins üzvdürsə, məsələn 3 dənə mübtəda həmcinssə, bax belə 3 dənə hərəsinin ayrı-ayrı xəttini çəkməlisiniz. Yəni daha bütünlüklə birləşdirin, mübtəda götürüm, elə bir şey etməməlisiniz. Hər birisini ayrı-ayrı götürməlisiniz. Və son olaraq bütün cümlə üzvləri həmcins ola bilir. Yəni hər birisinin həmcinsliyini görə bilərik biz cümlə daxilində. İndi nümunələrə baxaq və görək hansı cümlə üzvləri həmcinsdir və xüsusiyyətləri ilə də uyğunlaşdıraq. Anam, atam və nənəm bizi yola saldılar. Təhlil edirik, nə etdilər? Yola saldılar, xəbər. Kim yola saldı? Anam yola saldı. Kim yola saldı? Atam yola saldı. Kim yola saldı? Nənəm yola saldı. Görürsünüzmü? Ana, ata və nənə eyni bir sözlə sintaktik əlaqədədir. Yola salmaq sözünə sintaktik əlaqədədir. Və sadalama intonasiyasından deyilir və eyni suala da cavab verir. Deməli, ana, ata və nənə oldu həmcins üzvlərimiz və cümlə üzvlərimiz də mübtəda oldu. Daha sonra keçirik digərinə. O həm diqqətli, həm də çalışqan idi. Fikir verirsinizsə, burada idini ixtisar etmişəm, bərpa edirəm. O necə idi? Diqqətli idi, xəbər. O necə idi? Çalışqan idi, xəbər. Kim çalışqan və diqqətli idi? O. Görürük ki, burada diqqətli sözü eyni bir sözə, o sözünə, çalışqan sözü də eyni bir sözə, o sözünə aiddir. Yəni birinci qayda ödənir. Eyni bir cümlə üzvünə aid olmalıdır. Əsasən eyni suala cavab verməlidir. Necə idi? Diqqətli idi, necə idi? Çalışqan idi. Qayda ödənir burada. Sadalama intonasiyasından da deyilir. Götürürük bunları həmcins xəbərlər. Müəllim kitabı, dəftəri və qələmi masaya qoydu. Nə etdi? Qoydu. Kim qoydu? Müəllim. Nəyi qoydu? Kitabı. Nəyi qoydu? Dəftəri. Nəyi qoydu? Qələmi. Görürsünüz uşaqlar. Məsələn, birinci tamamlığımız hal şəkilçisi qəbul edibsə, digər həmcins olanlar da hal şəkilçisini qəbul edir. Bu arada ixtisar oluna bilər, şəkilçilər ixtisar oluna bilər. Lakin biz həmin hal şəkilçilərini bərpa etdikdə görürük ki, yəni digər həmcinslər də eyni forma əlamətlərini qazanırlar. Dördüncüyə keçdik. Bağçada gözəl ətirli güllər açmışdı. Nə etmişdi? Açmışdı. Xəbərini açmışdı güllər. Mübtəda necə güllər? Gözəl, necə güllər? Ətirli. Görürük ki, ətirli sözdə güllərə aiddir, gözəl sözdə güllərə aiddir. Deməli, həmcinsdir.
O sakitcə və səbirlə məni dinləyirdi. Nə edirdi? Dinləyirdi. Kim dinləyirdi? O. O necə dinləyirdi? Sakitcə. Necə dinləyirdi? Səbirlə. Düzdürmü? Sakitcə sözü də dinləyirdi xəbərinə aiddir. Səbirlə sözü də dinləyirdi xəbərinə aiddir. Deməli, bunlar həmcinsdir. Və kimi dinləyirdi mənim. Mən inkişaf etmək, uğur qazanmaq üçün çalışıram. Nə edirəm? Çalışıram xəbər. Kim çalışır? Mən, mübtəda. Mən nə üçün çalışıram? İnkişaf etmək üçün. Üçünü ixtisar etmişəm bu hissədə. Mən nə üçün çalışıram? Uğur qazanmaq üçün. Yaxşımı? Uşaqlar, baxın, daha çaşıb burada zərflikləri belə birləşdirməyin ki, hə, mən bunu bütöv götürüm. Yox. Yəni, bunlar ayrı-ayrı olmalıdır. Belə. O məni dinləyir, lakin dediklərimi qeyd etmirdi. Nə edirdi? Dinləyirdi. Kim? O. Nə etmirdi? Qeyd etmirdi. Kim? O. Dinləyir sözü də o-ya aiddir, qeyd etmirdi sözü də o-ya aiddir. Deməli, burada xəbərlərimiz həmcins olacaq. Kitabları və dəftəri dostumdan aldım. Nə etdim? Aldım. Nəyi almışam? Kitabları. Nəyi almışam? Dəftəri. Bu da aiddir. Almaq xəbərinə eyni bir söz aiddir. Əsasən eyni suala cavab verir. İndi uşaqlar, burada xatırlatma edirəm. Mən dedim ki, həmcinslər əsasən eyni forma əlamətlərini qəbul edir. Yəni, hal, şəxs və feilin forma şəkilçiləri, hissəcikləri qəbul edir əsasən. Lakin, məsələn, elə ola bilər ki, həmcinslərdən birisi cəmi qəbul eləyər, digəri qəbul eləməz. Bu sizi çaşdırmasın. Yəni, beləsi ola bilər. Axı, cəm şəkilçisi cümlə üzvünün, yəni formasına çox təsir etmirdi, amma hal şəkilçisi qəbul edir. Məsələn, sözdə hal şəkilçisi olanda biz bilirik ki, məsələn, bu tamamlıqdırmı, zərflikdirmi, hər nəsə bunu tapa bilirik də, düzdürmü? Yəni, cəm şəkilçisi təsir etmir. Ona görə həmcinsin birində cəm olar, digərində olmaz. Yəni, belə bir şey ola bilər. Və yaxud, məsələn, tutalım, deyirəm ki, kitabımı və dəftəri oradan götürdüm. Kitab mənə aiddir, dəftər də bir başqasına aiddir. Hər hansı bir dəftərdir. Məsələn, kitab sözündə mənsubiyyət var, amma dəftər sözündə yoxdur mənsubiyyət. Yəni, beləsi də ola bilər. Nə etdi? Götürdü. Nəyi? Kitabımın nəyi? Dəftəri haradan götürdü? Oradan. Yəni, burada mənsubiyyət var, bunda yoxdur. Yenə bu da sizi çaşdırmasın ki, aha, birində mənsubiyyət var, digərində mənsubiyyət yoxdur. Bunlar həmcins olmasın. Yox. Yəni, elə ola bilər ki, həmcins üzvlərdən birində, ikisində cəm şəkilçisi olar, digərində olmaz. Elə ola bilər ki, bir-ikisində mənsubiyyət olar, digərində olmaz. Yəni, bu normaldır. Amma əsasən həmcins üzvlərdə hal şəkilçiləri, şəxs şəkilçiləri, forma şəkilçiləri, idi, imiş, isə hissəcikləri eyni olur. Yaxşımı? Belə. Və bunlar bizim həmcins üzvlərimiz oldu, uşaqlar. İndi mən bəzi şeyləri deyəcəm, yəni nələrdə ehtiyatlı olmalıyıq. Buna baxacağıq, buna ən son baxacağıq. Məsələn, belə bir cümlə yazıram, burada ehtiyatlı olaq. Məsələn, biraz qara qələmlə yazaq. Tutalım, deyirəm, birinci cümləmiz belə olsun. Mən, məsələn, sarı köynəyim və qara şalvarı aldım. İndi məsələn soruşsam ki, uşaqlar, burada hansı cümlə üzvü həmcinsdir? Tez deyəcəksiniz ki, təyinlər, tamamlıqlar. Amma ehtiyatlı olmaq lazımdır. Təhlil edirik. Nə etdim? Aldım. Xəbər. Düzdürmü? Nə etdim? Aldım. Xəbər. Kim aldım? Mən aldım. Mübtəda. Mən nəyi aldım? Köynəyi. Mən nəyi aldım? Şalvarı. Hansı köynəyi almışam? Sarı. Hansı köynəyi almışam? Qara. İndi soruşuruq. Uşaqlar, hansı cümlə üzvləri həmcinsdir? Tez qaydanı yada salırsınız. Həmcinslər, bax, birinci bu qaydaya əsas diqqət edin. Həmcinslər eyni bir sözə, eyni bir cümlə üzvünə aid olmalıdır. Deməli, uşaqlar, burada baxıram ki, sarı sözü köynəyə aiddir, qara sözü şalvara aiddir. Yəni, sarı ilə qara həmcins ola bilməz. Çünki hərəsi ayrı-ayrı sözlərə aiddir. Ayrı-ayrı sözə aiddirsə, burada artıq həmcinslikdən danışmaq olmaz. Həmcinslik eyni bir sözə aid olmalıdır. Eyni bir cümlə üzvünə aid olmalıdır. Köynəklə şalvarı yoxlayırıq.
Köynəyi aldım, şalvarı aldım. Bunlar ikisi də aldım xəbərinə aiddir. İkisinin də forması eynidir. Hal şəkilçisini qəbul edib. Sadalama intonasiyasından deyilir. Eyni suala cavab verir və bilirsiniz ki, bu həmcinsdir. Və yaxud başqa bir nümunə, yenə qara ilə yazaq. Məsələn, mən oxudum, lakin qardaşım yatdı. Yəni, beləsi də ola bilər də, bunlarda da ehtiyatlı olun. Nə etdim? Oxudum. Kim? Mən. Nə etdi? Yatdı. Kim? Qardaşım. Yəni, burada həmcinslik varmı? Yoxlayaq. Oxudum sözü nəyə aiddir? Mənə aiddir. Yatdı sözü nəyə aiddir? Qardaşıma aiddir. Deməli, bunların hərəsi fərqli-fərqli sözlərə aiddir. Artıq burada həmcinslikdən danışmaq olmaz. Yəni, burada da həmcinslik yoxdur və bu ikinci cümlə mürəkkəb cümlə idi uşaqlar. Belə, yəni həmcinslərin ümumi izahı ilə bağlı bu qədər. Yəni, ehtiyatlı olun bu həmcins üzvlərdə. Digər keçək bu ehtiyatlı olaq hissəsinə. O, qırmızı köynəkli qız mənim bacımdır. Təhlil edirik. Bir dəqiqə. Kimdir? Mənim bacımdır. Kim mənim bacımdır? Qız. Hansı qız? Köynəkli qız. Hansı köynəkli? Qırmızı. Hansı köynəkli? O. Düzdürmü? Sonra o danışan müəllim qızıma dərs deyir. Gözləyin burada. Bir dənə onu çıxardaq ki, fikrimizi tam qəşəng izah eləyək. Keçirik bura. O danışan müəllim qızıma dərs deyir. Nə edir? Dərs deyir. Kim dərs deyir? Müəllim. Hansı müəllim? Danışan. Hansı müəllim? O. Kimə dərs deyir? Qızıma. Düzdürmü? İndi təhlil edirəm uşaqlar. Təhlil etdim və gördüm ki, nə bilim, təyinlər var da burada həmcins olan. Yəni mənə elə gəlir ki, həmcinsdə elə düşünürəm. Və indi bunu açıqlayırıq. Burada qırmızı köynəkli qız mənim bacımdır. Məsələn, burada sizcə həmcinslikdən söhbət gedə bilərmi və yaxud qeyri-həmcinslikdən söhbət gedə bilərmi? Bu arada qeyri-həmcinslik deyə burada belə bir şey yazıram. Qeyri-həmcinslik deyilən bir anlayış da var. Yəni, bu adətən qeyri-həmcins təyinlərə aid olur. Belə bir anlayış da var. Bu anlayışda nədən ibarətdir uşaqlar? Birinci cümlə açıqlayım, sonra cümlələrə qayıdaram. Qeyri-həmcins təyinlər nədir? Təyinlər, tez yazaq, eyni sözə aid olur. Eyni sözə aid olur. Lakin sadalama intonasiyası olmur. Yaxşı. Sadalama intonasiyası olmur və biz bilirik ki, eyni sözə aiddir, lakin sadalama intonasiyası yoxdursa, bu olsun qeyri-həmcins təyinlər. Yaxşımı? Yəni, eyni bir sözə aiddir, lakin sadalama intonasiyası yoxdur, ona görə bu qeyri-həmcins təyin olur. Qeyri-həmcins təyindirsə, yəni artıq arada vergül işarələrindən, bağlayıcılardan filan istifadə edilməyəcək. Yəni, siz qeyri-həmcins təyinləri əsasən vergülün olmaması ilə tapacaqsınız. Nəsə baxırıq, qırmızı köynəkli qız mənim bacımdır. Yanlış olaraq, yəni bu tip cümlələrdə qeyri-həmcins təyinlərin olmasından danışırlar, amma burada qeyri-həmcinslik yoxdur. Yoxlayırıq. Mənim bacımdır. Kim mənim bacımdır? Qız. Hansı qız? Köynəkli qız. Hansı köynəkli? Qırmızı köynəkli. Burada qeyri-həmcins təyinlər yoxdur. Niyə görə? Çünki burada eyni bir sözə aid olan cümlə üzvü yoxdur. Köynəkli sözü qıza aiddir. Qırmızı sözü də köynəkliyə aiddir. Qeyri-həmcins təyinə vaxt deyərik ki, eyni bir sözə aid olsun, lakin sadalama intonasiyasından deyilməsin. O danışan müəllim, ikinci cümləyə baxırsınız. O danışan müəllim qızıma dərs deyir. Nədir dərs deyir? Kim dərs deyir? Müəllim. Hansı müəllim? Danışan müəllim. Hansı müəllim? O müəllim. Burada o sözü də müəllimə aiddir, danışan sözü də müəllimə aiddir. Deməli, ikisi eyni bir sözə aiddir. Lakin o danışan müəllimdə
sadalama intonasiyası yoxdur. Yəni biz o sadalama intonasiyasında yazıda necə tapacağıq? Vergülün olmaması ilə tapacağıq. Artıq burada təyinlər həmcinsdir deyə bilməzsiniz. Bax bu xüsusən bu ikinci cümlədə ehtiyatlı olun ki, burada həmcinslik yoxdur. Yaxşımı uşaqlar? Belə. Təyinlərlə bağlı bu qədər. Daha doğrusu həmcinslərlə bağlı bu qədər. İndi növbəti izahda həmcinslərdəki ümumiləşdirici sözlər məsələsinə, bir də ixtisar məsələsinə baxacağıq. Belə. Sağ olun.